Turan Tovuz Futbol Klubunun vətəni, mənbəyi, çıxmış olduğu yer Tovuzdur. Bunu heç kimin sənin dəyişməyə nə fikri var, nə də cəsarəti çatar. Ona görə uzun illər Tovuzda məşğullaşacaq klub, amma ehtiyacımız var idi. Bazaya ehtiyacımız var idi. Çünkü Bakı şəhərindəki oyunlar, istər səfər oyunlarımız, istər təlim məşq vaxtı təbii o tördüyülü meydançı tapmaqda çox ciddi çətinliklərimiz var idi. Bunu nəzərə alaraq Hünər qrupa məxsus olan ərazidə belə bir meydança salındı. Hünər təlim məşq bazası. Bu Turan Futbol Klubunun istismarına verildi. Turan Futbol Klubu üçün nəzərdə tutulub. Gələcəkdə burada otel kompleksi də inşa olunması planlaşdırılır. Bu da layihələndirmə mərhələsindədir. Komandamız tək öz A komandası yox, alt yaş qrupları da səfər zamanı məhz burada məskunlaşacaq. Çünki küllü miqdarda xərcimiz çıxır. Küllü miqdarda xərc vəsaiti çıxır. Bütün bunları nəzərə alaraq belə bir 5 hektarlıq ərazidə belə bir investisiya Hünər qrup getməyi uyğun hesab elədi və ilərdə daha bir neçə meydançanı istismara verəcəyik. Çünki bu bazanın saxlanması küllü miqdarda öz-özlüyünə böyük bir xərclər tələb edir. Diğer meydançalar imkan verdiği ölçüdə icarəyə verərək bazanın saxlanma xərclərini qarşılamağa nəzərdə tuturuq, otel və bazanı. Bu da klubun maliyyət dayanıqlılığına böyük bir fayda sağlayacağı düşüncəsindəyik. Çünki otelə ciddi xərcimiz var, yaşaya ciddi xərcimiz var, istilik, elektrik enerjisi, ciddi xərclərimiz var. Biz klub olaraq bu investisiyanı keçici olaraq düşünərək daha yaxşı transferlər eləyərək, daha yaxşı keçici nailiyyətlər əldə eləyə bilərdik. Amma bu keçici nailiyyətdir. Biz uzun müddətli düşündük. Mən azarkeşlərimizə bir söz verə bilərəm ki, əlimizdən gələnin ən yaxşısını eləməyə hünərimiz var, cəsarətimiz də var. Eləyəcəyik, ürəkləri səbirli olsun, azarkeşlərimizə, kluba xeyirli uğurlu olsun.